Mövzumuz Monqolların Azərbaycana birinci yürüşü, Xarəzmşah Cəlaləddinin yürüşü və Monqolların ikinci yürüşü olacaq. Monqollar biz keçmişik ki, Çingiz xan tərəfindən əsası qoyulmuşdur, 1206-cı ildə yaranmışdır. Yəni Monqollara aid olan nə varsa 13-cü əsrdə olacaq. Monqollar ilk olaraq bütpərəst olublar. Ərəblər necə ilk vaxtlar bütpərəst olublar. Daha sonra isə ərəblər kimi İslam dinini qəbul edib türkləşmişdilər. Ona görə biz Monqollara türk dövləti deyirik. Yaxşı, deməli, başlayaq Monqolların Azərbaycana birinci yürüşündən. Monqolların birinci yürüşü. Necə ki, Səlcuqlar, necə ki, Slavyanlar və digər xarici ölkələr Azərbaycana yürüş eləyənlər rahatlıqla yürüş etməsinin bir səbəbi var. Birincisi səbəbi odur ki, Azərbaycanda feodal dağınlığıdır. İkinci səbəbi odur ki, vahid dövlət yoxdur. Dediyim kimi, hər özünə bir şəhər götürüb eləyib dövlət. Ona görə də vahid şəkildə yoxdur ki, bir xarici yürüşə qarşı mübarizə apara biləklər. Ona görə yoxdur. Yaxşı, başlayaq, görək necə olduğu yürüşə başladılar. Demək, Çingiz xan əmr verir ki, Cənubi Qafqaza yürüş etsinlər. Mərkəzi Asiyanı biz bilirdik ki, 1219-1221-ci ildə işğal ediblər və ondan sonra gəlirlər Cənubi Qafqaza. Tamam, başladıq. Birinci yürüş olub 1220-ci ildə, bitib 1222-ci ildə. Məqsəd kəşfiyyat xarakterlidir. Kəşfiyyat sözünün mənası nədir? Yəni gəlirlər kəşf edirlər, görək Azərbaycanda vəziyyət nədir, necədir, sonra görək işğal olunarmı, xeyri olarmı, olmazmı? Ona görə gəlirlər. Yürüş dedi ki, Çingiz xanın əmri ilə başlamışdır. Rəhbərlər Cəbə və Subutaydır. Bunlar Monqollardır. Cəbə və Subutay Monqol sərkərdəsidir. Və Azərbaycana yürüş edəndə dediyimiz kimi dövlətlər var. Baxaq görək hansı dövlətlərdir. Təbii ki, Azərbaycanın şimal-şərqində olan Şirvanşahlar dövləti. Aha, burada bir dövlətimiz var. Təbrizdə Atabəylər dövləti. Marağda isə Axsungirlər sülaləsi. Axsungirlər kimlərdir? 1108-ci ildə yaranıb, 1227-ci ildə son qoyulacaq. Rəvadi nəslindən olan bir ərazidir, yəni sülalədir daha doğrusu. Deməli, Təbrizdə Atabəylər, Bakıda Şirvanşahlar və Marağda Axsungirlər. İki dənə əsas dövlətimiz var. İndi bunlar heç mi nəsə eləmir, necə olur rahatlıqla keçirlər. İndi onları baxacağıq. Deməli, Monqollar başlayır işğallarına. Çətin deyil, sadəcə əraziləri xəritə üzərindən yadda saxlayanda daha yaxşı yadda qalır. İndi dedik, Atabəylər dövləti var. Atabəylərin hökmdarı görək kimdir? Yazırıq, Özbək. Və bu Özbək kimdir? Qorxudan titir əsən Özbəyimizdir. Bir də Şirvanşahlarda hökmdarımız Güç Təsbdir. İki dənə. Monqolların birinci yürüşündə sadəcə Özbək və Güç Təsbdir hakimiyyətdə olanlar. Güç Təsb Şirvanşahlar hökmdardır. Bunların qanununda var. Yenəcəklər, baş əyəcəklər, xərac verəcəklər, sakitləşdirəcəklər. Bu Özbək də ki, heç nədə ora-bura qaçmaqla məşğuldur. Yaxşı, gəldik yürüşlərinə. Deməli, mən buraya yazıram Z, Ə, S. Bu nədir? Birinci bunlar tuturlar Zəncanı, Ərdəbili və Sərabı. Zəncan, Ərdəbil və Sərabı tuturlar. İkinci olaraq gəlirlər Təbrizə yürüş edirlər. Təbrizə yürüş eləyəndə Təbriz kimin rəhbərindədir? Özbəyin rəhbərindədir. Özbək deyir ki, mən sizə güvənmirəm, əhalisinə deyir. Mən sizə güvənmirəm, özümdə tərkib atıb ölə bilmərəm. Ən yaxşı gedək Monqolların sülh imzalayaq, xərac ödəyim, hədiyyələr göndərir. Demək, Təbriz nə oldu? Özbəyin xərac verməsi, ərzaq verməsi, pul verməsi sayəsində Təbrizə girmədilər. Monqollar da görür ki, həqiqətən də yaxşı müdafiə olunur. Deyir, burada vaxt itirməyək də, ona görə üstündən keçirlər. Demək, Təbrizə birinci yürüşdə nə oldu? Özbək xərac verdi və Monqollar xərac almaqla kifayətləndirlər. Sonra Təbrizdən sonra Monqollar gəlir düşür Marağa şəhərinə. Marağa şəhərinə düşəndə Marağalılar qəti müqavimət göstərir. Qəti müqavimət göstərdiyinə görə Monqollar tutur. Monqollar tutandan sonra bunlara bir divan tutur. Yazıram ki, qəti müqavimətini belə yadda saxlayıb, bu şəkildə qoyacağım qabağına. Yəni əziyyət veriblər. Marağadan sonra ikinci dəfə Təbrizə gəlirlər. Təbrizə gələndə bu səfər Təbriz hakimi Şəmsəddin Tuğrayı olur. Şəmsəddin Tuğrayı xərac ödəyir. Şəmsəddin Tuğrayı adını qəşəng yadda saxlayın. Neynədir? Xərac ödədi. Birincidə xəracı Atabəy hökmdarı Özbək, ikincidə isə Təbrizin hakimi olan Şəmsəddin Tuğrayı xərac ödəyir. Çünki arxadan ki, Şəmsəddin Tuğrayı Təbriz şəhəri qala divarları ilə əhatələnib və əhali qəti müqavimət göstərir. Bir üçün yəni heç bir şey eləyə bilməyəcəklər. Monqollar deyir, yaxşı, bizə lazım idi, pul lazım idi, ərzaq lazım idi, geri alırlar və gedirlər. Sonra gəlirlər Ərdəbil şəhərinə. Ərdəbil də qəşəng belə qılıncdan keçirirlər. Ərdəbil belə birinci müqavimət göstərir. Aha, yenə bura belə bir işarə qoyuram. Ərdəbil məlumatlarda göstərilir ki, Monqollar 2 dəfə həmlə eləyəndə qarşısını alırlar. Yazıram. 2 dəfə qarşısını alırlar. Amma sonuncu dəfə, yəni üçüncüdə artıq tutulurlar. Elə bir, məsələn, Təbriz 3 dəfə deyək ki,
xərac ödəyir. Amma Ərdəbil 2 dəfə özünü qoruyur, 3-cüdə uca təslim olur və Ərdəbildə bütün kişi cinsini öldürürlər. Yaxşı, üzlək. Aha. Bütün kişi cinsini öldürürlər. Yəni bu Ərdəbilin tutulması ilə. Yaxşı. Demək Təbrizdən düşdü Marağa. Təbrizə qalxdı. Bir də gəldi Ərdəbilə. Müəllimimiz bir şey unudub. Unutduğumuz şey nədir? Deməli, Özbaş burada xərac verəndə Monqol əhalisi gedir Muğan ərazisinə. Muğan, baxın, buralardır. Gələr Muğana nəyə? Qışlamağa. Qışlarını keçirdirlər Muğanda. Qışlarını keçirəndə Atabəy Özbək atına minir, gedir Tiflisə. Tiflisdə, yəni Gürcüstana gedir. Gürcüstanda 4-cü Georgi var. 4-cü Georgi ilə hərbi ittifaq bağlayır. Hərbi ittifaq bağlayır. Monqollar xəbər tutub ki, baxın, Atabəy ellənib bizi burada qışlamağa qoyub, özü də gedib burada müqavilə imzalayır. Atabəy tez Muğandan gəlirlər Tiflisə. Həm Gürcüstanı məğlubiyyətə uğradırlar, həm də Atabəy Şəmsəddin Eldəniz'i məğlubiyyətə uğradırlar. Yəni Təbrizdən sonra getdiyi yer oradır. Yaxşı, gəldi Ərdəbilə. Ərdəbil dedik vəziyyət budur. 6-cı, yenə Təbrizə gəlirlər. Bu səbəb Təbrizə gələndə Özbək deyir ki, atalar işdən deyib, mən qaçmalıyam, belə olmaz və qaçır. Hara qaçır? Atabəy Özbək qaçır Naxçıvana. Şəmsəddin Tuğrayı neyiniyir? Xərac verir. Yenə xərac verir. Deməli, Təbriz birinci dəfə Özbək xərac verdi. İkinci dəfə Şəmsəddin Tuğrayı verdi. Üçüncü dəfə Naxçıvana qaçır, yenə Şəmsəddin Tuğrayı xərac verir. Yəni qaçması üçüncü yürüşdədir. Yəni Təbrizdən sonra qələmlə yazacağıq. Təbrizdən sonra baxaq görə hara gələcək. Aha, Sərab, bir də Naxçıvan. Sərabla Naxçıvanı tuturlar. Amma məsələn burada heç bir şey yoxdur. Demirik, dağıntı elədilər, nə elədilər? Sadəcə Sərabla Naxçıvanı tutub belə deyək də tuturlar, gedirlər. Sonra gedirlər Beyləqan şəhərinə. Beyləqan axır qanla bitir. Beyləqan da qəti müqavimət göstərdiyinə görə, yenə burada belə bir işarə çəkəcəm. Beyləqan da qəti müqavimət gördüyünə görə, deməli burada bütün uşaq, qadın demədən hər kəsi öldürürlər. Vəhşidirlər axı Monqollar, ona görə normal yəni elədikləri. Onlar üçün normaldır. Beyləqanı da tutdular. Beyləqandan sonra gəlirlər Gəncə şəhərinə. Gəncə şəhəri xərac verməklə, çünki Gəncədə qala divarları var. Bir də deməli darvazaları var. Təbrizdə necə deyirik, qala divarları var. Gəncədə də darvazaları var və buna görə də Gəncədə elə bir müqavimətlə rastlaşmırlar da və sadəcə olaraq xərac almaqla kifayətlənirlər. Gəncədən nə aldılar? Xərac. Təbrizdən nə aldılar? Xərac maviliyək. Aha, Gəncədən sonra qalxırlar Tiflisə. Tiflis. Aha, yəni Gürcüstan ərazisinə tabe edirlər. Ondan sonra gəlirlər Şirvan ərazisinə. Yəni Şamaxıya da, Şirvan ərazisinə görüş edirlər. Gəlirlər Şamaxı şəhərinə və Şirvanşah güctəs də neyini? Təbii ki, bunlara tabe olur. Yəni sadəcə belə deyək də tabe olduğunu göstərir güctəs. Şirvanşahlardan sonra gedib Dərbəndə. Aha. Dərbənd də kimin əlindədir? Şirvanşahların əlindədir, düzdür? Baxır ki, Dərbəndi də keçə bilməyəcək. Deyir, müqavilə imzalayaq. Monqollar Şirvanşahlara deyir ki, gəlin müqavilə imzalayaq. Şirvanşahlar da elçi göndərir, amma 10 nəfər elçidən birini öldürürlər ki, bizə yolu desin. Monqollar o 9 nəfər, belə deyək də, 1 nəfər öldürürlər və 9 nəfərin vasitəsilə Dərbənddən keçib gedirlər. Rus qıpçaqları 1223 Karka döyüşündə məhv edirlər, ondan sonra Azərbaycanı tərk edib gedirlər. Yaxşı, demək biz burada əsas yadımızda nəyi saxlayırıq? 3 dəfə xərac verən şəhər hansı oldu? Təbriz. Bir dəfə xərac verən hansı oldu? Gəncə. Heç bir dağıntı eləmədən getdilər Dərbənd. Ümumiyyətlə Təbriz, Gəncə, Dərbənd. Baxın, bu 3 dənə şəhəri tuta bilməyiblər. Demək olar ki, hamısını tutublar. Sonra 2 həmliyə qarşılıq verir. Bu arada Şamaxı, mən Şamaxıda, bura Şamaxı yazmalıyam. Aha, Şamaxı. Şamaxıda da qılınc yazıram. Qılınc indi izah edəcəm nədir? Hə, 2 dəfə həmləsini göstərsələr də 3-cü dəfədə tutulur və bütün kişi cinsi qət edilir Ərdəbildə. Beyləqanla Şamaxıda bütün əhalini qılıncdan keçirirlər. Yazıram, hər kəsi öldürürlər. Hər kəsi öldürürlər. Deməli, harada? Beyləqanla Şamaxıda. Şirvanşah hökmdarı ümumiyyətlə düzü tabe olur, amma Şamaxıda əhali, belə deyək də, müqavimət göstərdiyinə görə oranı qılıncdan keçirirlər. Hətta onların bir sözü var, deyir, qılınc zərbəsini ölmək daha yaxşıdır, daha şərəflə ölərik. Belə bir ifadələri var, o da Şamaxıya aiddir. Şamaxı ilə Beyləqanda nə edilər? Bütün əhalini qılıncdan keçirdilər. Daha sonra da heç nə də, bu digərlərində zaten vurguladım. Hə, Beyləqan, Gəncə, tamam, yaxşı, bu qədər. Bu, Monqolların Azərbaycana birinci yürüşüdür.
Qeydiyyatımızı götürdüksə, keçək Xarəzmşah Cəlaləddin yürüşünə. Monqollar dedik Azərbaycandan çıxdı. Azərbaycandan çıxanda Xarəzmşah Cəlaləddin yürüş edir. Amma bu Xarəzmşah Cəlaləddin Xarəzmşah dövlətinin başçısı deyil. Ha, onu yadda saxlayın. Çünki Xarəzmşah dövləti Monqollar tərəfindən 1219-21-ci ildə süqut edildi. Xarəzmşah Cəlaləddin özdə çox belə pis xasiyyəti var. Pis rəftar eləyən hökmdardır. Yəni baxın qeydiyyat gedir. Hə, çox pis rəftar eləyən bir şəxsdir Xarəzmşah Cəlaləddin. Yaxşı. Xarəzmşah Cəlaləddin yürüşü başlayır 1225-ci ildə, bitir 1231-ci ildə. Yəni ölkəni tərk edir 1231-ci ildə. Bu başlayır Azərbaycana gəlir cənubdan. Necə Səlcuqlar deyir demək, Azərbaycana cənubdan gəlir. Bu da Azərbaycana cənubdan gəlir. Birinci nə edir? Marağa şəhərinə yürüş edir. Marağa şəhərinə gələndə burada bərpa işləri aparır. Şoka girdik. Neyədir? Bərpa işləri apardı. Bilmirəm də gün hansı tərəfdən çıxıbdı. İndi desək ki, Cəlaləddin dövrünün yürüş yerində Azərbaycanda hansı dövlətlər var? Təbii ki, eyni. Şirvanşahlar, bir də Atabəylər, Asunqerlər Yusuflaylar olaraq qalıbdı yerində. Yaxşı, Marağanı tutur, gəlir Təbrizə. Təbriz. Görək Özbək bu səfər nə qayırır? Özbək bu səfərdə deyir Naxçıvana getməyimi, daha bir uzaq məsafəyə gedim, gedir çıxır Gəncəyə. Hara gedir? Gəncəyə. Deməli, Monqolların 3-cü yürüşündə, yəni 3-cü dəfə Təbrizə yürüşündə Naxçıvana getmiş Dəniz qalasına. Xarəzmşah Cəlaləddin yürüş eləyəndə qaçır Gəncəyə, yəni Naxçıvandan da uzağa qaçır. Gəncəyə gedir, Gəncədən sonra gəlir Naxçıvana Əlincə qalasına, elə orada da ölür. Yaxşı oldu. Sevinirik. Bəli, bunun ölüm xəbərinə biz sevinirik. Demək, bunun nəticəsində nə olur? Atabəylər dövləti süqut eləmiş olur. Yaxşı, nə deyirik? 1225-ci ildə Atabəylər və yaxud da Eldənizlər dövlətinə kim son qoyur? Xarəzmşah Cəlaləddin son qoyur. Daha sonra nə olur? Daha sonra sırayla gedir. Baxın, Beyləqan, Bərdə, Gəncə, Şəmkir. Heç nə əzbərləmirəm. Xəritəni bilirəmsə, rahat da yadda saxlayacaq. Baxın, sırayla. Beyləqan, Bərdə, Gəncə, Şəmkir. Dördünü də neynədi? İşğal elədi. Buradan da Marağa ilə Təbrizi tutmuşdu. Sonra 1227-ci ildə Marağanı yenidən tabe eləyərək Asunqerlər dövlətinə son qoyur. 1227-ci ildə Şirvanşah hökmdarı, yaltaqlar başladı yenə, 3-cü Fəribürüzü özündən asılı vəziyyətə salır. Bu da belə getdi. 1227-ci ildə Təbrizdə üsyan olur. Təbrizdə üsyan olsa da bu yatırılır. Təbrizdən sonra üsyanın ən şiddətlisi Gəncə şəhərində olubdur. Və başçısı Usta Bəndər üsyanı olubdur. Daha sonra harada üsyan olub? Orada sırayla baxıram. Xoy, deməli, Mərənd, Naxçıvan. Buralarda da nə olub? Üsyan olubdur. Üsyanın səbəbi nədir? Demək, Xarəzmşah Cəlaləddin ölkədən çıxanda Azərbaycanı tapşırıb Şərəf əl mülkiyə. Əslində bu şərəfli deyil də, şərəfsiz desək daha yaxşı olar. Şərəf əl mülkiyə tapşırıb. Bu da ki, talant eləyir də, özü üçün vergiləri artırır, neyinir? Ona görə üsyan olur. Hə, belə. Nəticədə üsyanı yatırır, amma eşidir ki, Monqollar yürüş edib, şəhərsini götürür, gedir. Burada bir şey var. Deməli, Təbrizə yürüş edəndə Təbriz şəhəri 7 gün müqavimət göstərib Xarəzmşah Cəlaləddinə qarşı. Amma hər yerdə olduğu kimi bir yerdə xəyanət olmalıdır. Təbrizin o əmirləri var. Onlarla Xarəzmşah Cəlaləddin saziş imzalayır. Buna görə də Təbriz əhalisi müqavimətli dayandırılmış olur. Baxın, bunu yazdım, amma belə görünsə də çox rahatdır. Deyirəm, deməli, nədir? Birinci tutduğu Marağanı. Daha sonra nədir? Təbrizi tutdu. 7 gün şeydən sonra da, yəni mühasirədən sonra Təbrizi tutdu. Təbrizi tutan sonra Atabəylər dövlətinə son qoydu. Sonra gəlir Beyləqan, Bərdə, Gəncə, Şəmkir tutur sırayla. Daha sonra Asunqerlər dövlətinə son qoyur. Şirvanşahlar nə bilim özünü asılı vəziyyətə salır. Amma üsyan harda olub? Təbrizdə, Gəncədə, Naxçıvanda, Mərənddə, bir də Xoyda. 5 dənə yerdə üsyan olubdur. Maraqlı ki, Monqolların birinci yürüşündə Naxçıvana səs çıxmamışdı, amma Xarəzmşah Cəlaləddin gələn kimi səsləri çıxır, nəsə üsyan qaldırırlar Naxçıvanda. Məsələn, tezdə düşər, Monqolların birinci yürüşündə tuta bilmədiyi, amma Xarəzmşah Cəlaləddin dövründə üsyan qaldıran şəhərlər hansılar idi və yaxud da tutulan şəhərlər hansılar idi? Təbriz və Gəncə şəhəri. Yaxşı, bu da sizin Xarəzmşah Cəlaləddiniz. Keçək Monqolların ikinci yürüşünə. Aha, əla, davam edir. Bu da bildiniz kimdir Şərəf əl mülki. Harada üsyanlar oldu. Bax, tezdə düşərlər xəritədə deyə göstər. Baxın, üsyanların hamısının xəritəsinin yerini göstərmişik. 7 gün mübarizə aparanda oldu Təbriz. Deməli, Xarəzmşah Cəlaləddin 2 A hərfi ilə başlayan dövlətə son qoydu. Hansı dövlət oldu? Atabəylər və Ağsunqerlər dövləti.
Ümumiyyətlə Xarəzmşahlar bir də Qərbi Qaraxanlı dövlətinə son qoyublar. Onu da yadınızda saxlayın. Qərbi Qaraxanlı dövlətinə son qoyublar. Gəldik Monqolların Azərbaycana ikinci yürüşü. Yaxşı. Monqolların Azərbaycana ikinci yürüşü rəhbəri Çormaqon Noyondur. Baxın, burada Çingiz xan əmr vermir ha. Çünki Çingiz xan 1227-ci ildə hakimiyyətə gedib ölübdür. Yoxdur Çingiz xan. Sadəcə onlar yürüş edirlər. Məqsəd nədir? Möhkəmlənmək. Birinci yürüşdə gəldilər, kəşfiyyat edəcəklər. İkinci yürüşdə məqsəd nədir? Möhkəmlənmək. Slavyanların bəs hansı yürüşdə məqsədləri Azərbaycanda həmşəlik möhkəmlənmək idi? Onu düşünüb taparsınız. Deməli, ikinci yürüşdə dedik möhkəmlənməkdə Çormaqon rəhbərliyinə baş verir. İkinci yürüş baş vermişdir 1231-39-cu illər. 31-də başlayır, yəni 39-cu ildə bitir. Yaxşı. Bunlar yürüş eləyəndə nə olur? Bunlar yürüş eləyəndə deyə bilərəm Atabəylər dövləti var. Artıq Atabəylər dövləti yoxdur. Bax, bunu sildim. Şirvanşahlar onsuz da heç nə. Bir də Asungüllər yoxdur. Gördünüz, Azərbaycanda yeganə hansı dövlət qalır? Bir də Şirvanşahlar. Yaxşı, başlayaq görək hardan yürüş eləyirlər Allah qoysa. Deməli, bunlar başlayır Marağa şəhərindən. Marağa şəhəri müqavimət göstərdiyinə görə qılıncdan keçirirlər. Bir X qoyduq, qılıncdan keçirirlər. Sonra gəlirlər Təbrizə. İndi burada Təbrizdə nə olur? Bu səfər də Şəmsəddin Tuğrayı ölüb. Xarəmkə Cəlaləddin yürüşündə Özbək ölür. Monqolların ikinci yürüşündə də Şəmsəddin Tuğrayı ölür. Öldüyünə görə də Təbrizi kimsə müdafiə eləmir. Buna görə Təbrizi rahatlıqla tutur və Təbrizdə nə qədər sənətkar varsa aparır öz paytaxtları olan Qaraqorum şəhərinə. Təbriz sənətkarları. Yəni Marağanı tutdu, Təbrizdə tutdu. Marağa, Təbriz. Sonra nə edir? Sonra ümumiyyətlə Təbrizdən sonra demək olar ki, Cənubi Azərbaycanı tabe eləyir və Arranan Şirvan ərazisinə yola düşür. Yəni yuxarıya qalxır. Arran yenə Şimali Azərbaycanı nəzərdə tutur. Təbriz sonra gəlir Gəncə şəhərinə. 1235-ci ildə Gəncəni tutmuş olur və 4 il burada dağıntılar aparır. Yəni 35-dən 39-cu ilə qədər burada dağıntı işləri aparmışdır. 1239-cu ildə isə artıq qərar verir və bərpa işlərinə başlayırlar. Yəni 35-ci ildə Gəncə şəhərini tutur. Gəncədən sonra, mən bunu bu formada deyirəm, əsas fərqədə gələndən sonra deməli Şəmkirdir, indi artıq deyəcəyinizi yadda saxlayın. Nə bilim Tovuzdur, Bakıdır, Bərdədir, Beyləqandır, Şabran, sonra Şamaxı, bu kimi ümumiyyətlə bütün Azərbaycanı tutur. İndi siz burada nəyi yada saxlayırsınız? 1239-cu ildə sonuncu tutduqları yer haradır? Dərbənd. Dərbəndi tutmaqla nə oldu? Bütün Azərbaycanı tutmuş oldular. Deməli, yadınızda saxlayırsınız ki, Monqolların birinci yürüşündə tuta bilmədiyi şəhər haraydı? Təbriz, Gəncə, Dərbənd. İkinci yürüşündə bu üçündə tuturlar. Haranı? Təbriz, Gəncəni və Dərbəndi. İndi bunu bu şəkildə yadda saxlayın. T-C-D. T-C-D nə oldu? Birinci yürüşdə tuta bilməyib, ikinci yürüşdə tutduqları şəhərlər. Sonra başlayırıq Marağa ilə. Marağa, üstünə bu yazıram. Bakı, Bərdə, Beyləqan, Şamaxı, Şabran, Şəmkir, bir də Tovuz. Aha, baxın belə, bu şəkildə. T ilə başladıq, T ilə də bitirdik. Hansı şəhərlərdə daha çox qırğın eləyiblər? Yadınızda saxlayın. Marağada, Gəncə şəhərində, bir də Şəmkirdə. Deməli, Marağa tabe olmur deyə, Gəncədəki deyir, sizə boyun əyməyəcək. Gəncədə də bütün əhalini qırırlar. Demək olar ki, hamısını qılıncdan keçirirlər. Bir qrup əhali sağ qalıb gedir. Şəmkirdə o qrup yandırırlar. Yəni bu üç şəhərini inib müqavimət göstərir. Monqolların ikinci yürüşündə. Baxın, tutduqları ərazilərdə bu şəkildə yadda saxlayırsınız. İndi bir dənə ümumiləşdirmə aparım. Ümumiləşdirməni belə aparacağım. Monqolların birinci yürüşü zamanı yazıram Təbrizin birinci mühasirəsi, Təbrizin ikinci mühasirəsi, Təbrizin üçüncü mühasirəsi. Nə vaxt? Monqolların birinci yürüşü zamanı. Təbrizin birinci mühasirəsində kimi idi? Özbək xərac verir. Sonra Şəmsəddin Tuğrayı xərac verir. Burada isə nə olur? Özbək qaçır hara? Qaçır Naxçıvana və Tuğrayı məcbur qalıb xərac verir. Sonra gəldik Xarəmkə Cəlaləddin yürüşünə. Xarəmkə Cəlaləddin yürüşündə Təbriz tutulur 7 gün mühasirədən sonra və Özbək qaçır ki, bu səfər Gəncəyə. Tezdə düşə bilər. Gəncəyə keçir, oradan sonra Naxçıvana gəlir, Əlincə qalasında vəfat edir. Sonra Monqolların ikinci yürüşü zamanı nə baş verir? Monqolların ikinci yürüşündə isə Təbrizdə artıq müdafiə oluna bilmir və orada olan sənətkarlar aparılır Qaraqoruma. Niyə? Bu səfərdə Tuğrayı ölmüşdü. Tuğrayı ölmüşdü. Vəssalam. Sonra Monqolların birinci yürüşündə, bunlar əsas hissələr daha. Monqolların birinci yürüşündə deməli Atabəylər dövləti hökmdarı Özbək olub.
Şirvanşahlar dövlətinin hökmdarı isə Güştəs olubdur. Xaricmşah Cəlaləddinin yürüşündə Atabəylərin hökmdarı yenə Özbəkdir. Şirvanşahların hökmdarı bu səfər 3-cü Fəri Bürzdur. Monqolların ikinci yürüşündə isə yenə 3-cü Fərbürüzdür Şirvanşah hökmdarı. Yadınızda saxlayın. Atabəylər Monqolların sadəcə birinci yürüşünə malik olublar. Bunu dediyimi qızıl qayda kimi yadınızda saxlayın. Çünki testlərdə çox qabağınıza çıxacaq və variantları atmaqda sizə köməklik eləyəcək. Sadəcə birinci yürüşünə məruz qalıblar. Onu da qeyd elədiniz. Sonra Monqollar birinci yürüşündə hansı şəhərlərdə daha çox qırğın elədilər? Bayaqlar dedik. Marağada, Beyləqanda əhalinin qılıncına keçirdilər. Ərdəbildə, Şirvanda, düzdürmü? İkinci yürüşündə isə Marağa, Gəncə və Şəmkirdə qırğın ediblər. Deməli, həm birinci yürüşdə, həm də ikinci yürüşdə haranı dağıdıblar? Marağa şəhərini dağıdıblar. Onu yadda saxlayırsınız. Bu qədər. Sadəcə ümumiləşdirin, xəritə üzərindən gedin.